və 81 qram maqnezium ibarət qarışıq deyəndə bu məsələni necə eləyəcək? Əvvəlcə maqnezium nitrat və maqnezium alt-alta yazacağım. Bunu biraz azaldım. Maqnezium nitrat parçalananda alınır maqnezium oksid, azot 4 oksid plus O2. Əmsallar birim birə nisbətində aparanda bura düşür 2, bura düşür 0,5. Bir də maqneziumla ibarət reaksiyanı yazacağım. Alınır maqnezium O. Niyə görə? Çünki deyir ki, közərtlikdə közərtmək, yəni oksigen mühitində közərtmək o demək ki, birinci maddə oksigen mühitində közərtləndə parçalanır, ikinci maddə isə oksigenlə reaksiyaya daxil olur. Və mən bilmirəm maqnezium nitratım nə qədərdir. X mol yazacağım. X mol yazanda maqneziumun əmsalı da X olur. Aşağıda isə 81 qram maqnezium verdiyi üçün 81-ə görə tənasüb quracağım. Maqnezium 81 qram girəmdə nə qədər maqnezium oksid alınır? X qədər demək A qədər alınır. Nəyə görə mən maqnezium onu tapıram? Çünki deyir ki, reaksiyanın sonunda alınan bərk qalıq. Reaksiyanın sonunda 2 dənə bərk qalığımız var. O da maqnezium oksid. Həm birinci reaksiya, həm də ikinci reaksiyadan alınır. Ona görə 81 qrama görə tənasüb qururam. 81-ə A-dırsa, maqneziumun öz məsələdə aşağıda qram verib 24. 24-də isə maqnezium oksidin qramını hesablayıram. 80 qram eləyir. 80 qramdır. Deməli 24 qram girəndə 80 qram maqnezium oksid alınır. 81 qram girəndə isə A qədər alınır. A-mız eləyir 135. Deməli ikinci reaksiyadan 135 qram maqnezium oksid alınır və mənə cümlə veribdir. İkinci cümləni oxuyuram. Deyir, reaksiyanın sonunda alınan bərk qalıq, yəni 135 və plus maqnezium O alınıb birinci reaksiyadan, yəni maqnezium oksid. Birinci reaksiyadan da X mol maqnezium oksid alınıb, yəni X vur, maqnezium oksidin qramı da 80 qramdır. Bir qramı maqnezium oksidin qramı 80 yox, 40 qramdır. Mən səhv hesablamışam. Yuxarıda da 80 yazmışam, 40 qram yazmalıyam. Aşağıda da 40 qram yazıram. 40 qramdır. Deyir ki, yəni reaksiyadan alınan bərk qalıq 135 və 40 vur X-dir. Çünki bu reaksiyadan alınan bərk qalıqlar bunlardır. Dairəyə aldım. Qalığın kütləsi, cümləni oxuyuram. Başlanğıc qarışığın kütləsinə bərabərdir. Başlanğıc qarışığımız 81 qram maqneziumdan ibarət idi. Plus, bir də X mol maqnezium nitratdan ibarət idi. Maqnezium nitratın da kütləsi məsələdə verib 148, amma X mol olduğu üçün 148 X yazacağım. Və burada məsələni həll eləyirəm, tapıram X bərabərdir 0,5. Və məndən nə soruşur? Deyir, başlanğıc qarışıqda neçə qram maqnezium nitrat olmuşdur? 0,5-dir. 0,5-i də vururam. Məsələn, maqnezium nitratın öz qramı 148-dir. Vurdum, elədi 74. Cavabımız oldu 74.